və S şəkilli quyulardır. 3. Horizontal quyular. Vertikal quyular əsasən axtarış kəşfiyyat işlərində və əsasən quru ərazilərimizdə tətbiq edilir. Dəniz yataqlarında isə bütün işlər platforma şəraitində aparıldığından, kifayət qədər yer olmadığından maili quyu şəbəkəsindən istifadə edilir. Bu zaman daha kiçik ərazidə müxtəlif azimut və trayektoriyalarda maili quyulardan istifadə edilir. Bazən çıxarıla bilən neft miqdarını artırmaq üçün layın qalınlığı və ehtiyatı kifayət qədər olduqda və nisbətən daha az qırılmaların olduğu yataqlarda horizontal tipli quyulardan istifadə edilir. Maili quyuların trayektoriyasına nəzarət etmək üçün azimut, bucaq, inhiraf və şaquli dərinlik anlayışlarından istifadə edilir. Platformalardan qazılan quyular layihə dərinliklərinə, azimutlarına, inhiraflarına və təyinatlarına görə qruplara ayrılır. Müəyyən dərinliyə kimi quyular şaquli qazılır, sonra hər quyu layihə azimutuna uyğun istiqamətlendirilir. Azimut dedikdə, eğilmə nöqtəsindəki meridianla quyu lüləsinin əmələ gətirdiyi bucaq nəzərdə tutulur. Azimut məfhumu coğrafi, həqiqi və maqnit olmaq üzrə 3 formada qarşımıza çıxır. Bu barədə daha sonra geniş məlumat veriləcək. İkinci vacib amil, quyu lüləsinin xəyali şaquli xəttdən sapma bucağıdır. Alınmış düzbucaqlı üçbucaqda qazılmış dərinlik bəlli və bucaq bəlli olduğundan bəsit bir hesablama ilə qazılmış şaquli dərinlik və inhiraf hesablanır. Hər qazılmış intervalı üçün bu hesablar ayrı-ayrı tapılır. Nə qədər çox ölçü olarsa, trayektoriya o qədər dəqiq nəzarət edilir. Eyni növ hesablamadan azimut qiymətləri üçün də istifadə edərək quyu lüləsinin üfüqi müstəvi üzərindəki proyeksiyası da hissə-hissə qurulur. Beləliklə, trayektoriyaya nəzarət etmək üçün 2 proyeksiya eğrisi olur. Birinci, lülənin şaquldən sapmasına uyğun qurulmuş şaquli müstəvi üzərindəki əyrisi, ikincisi, üfüqi müstəvi üzərindəki proyeksiyası. Hazırda quyu lüləsinin trayektoriyasına 3 ölçülü fəzada nəzarət etmək üçün müxtəlif kompüter proqramlarından istifadə edilir. Trayektoriyaya nəzarət etməklə həm quyu layihəyə uyğun istiqamətlendirilir, həm də digər quyularla toqquşma riski aradan qaldırılır.